Çox vaxt ümumiyyətlə tələbələr sual verirlər ki, QA sahəsində necə professional böyüyə bilərəm, necə inkişaf edə Hı hı. bilərəm? Əslində qalsa biraz çətin sualdır, çünki bunu insan ilk növbədə özü başa düşməlidir. Hansı directionda inkişaf Bəli, etmək bəli. istəyir, hansı yönündə inkişaf etmək istəyir və bunun üçün düzgün ingilis dilində desək roadmap Proqram. qurmaq çox önəmlidir. Ə, Məncə də əslində hər bir kəs başlayanda müəyyən çətinliklər olur. Bəli. Ə, Heç vaxt o çətinliklərdən qorxmaq lazım deyil. Əgər seçdiyin yol düşünürsən ki, düzdür, o yolun arxasınca getmək lazımdır. Bunu Məncə bəli, buyurun. Aha, tamam. Ə, QA sahəsinə gəlmək üçün olmalı olan 3 xüsusiyyət desək, birinci mən deyim, çox yaxşı analitik düşüncəsi olmalıdır. bəli. İkinci siz deyin. Detallara diqqətçil. Detallara diqqətçil. Üçüncüdə məncə keçməməlidir. Nəsə bir boşluq olduqda və s. olduqda, okey, bunu eləyərik, bunu başqa bir şeylə eləyərik tipisindən yox, yumşaq yanaşılmamalı, müəyyən qədər sərt olmalı. Çünki adətən developerlərlə QA-lər arasındakı mübahisə də burada yaranır. Developer deyir, okeydir, burada nə var, bu adi bir şeydir, primitiv bir şeydir, buna heç user görməyəcək, user bunu hiss eləməyəcək və s. Amma o hiss eləməyəcək, gəlib qarşıda bizə çox ciddi problemi yaradır. Və Bəli. günümüzdə deyərdim ki, ən çox belə qarşılaşdığım tələbələrin mənə gəlib dediyi soft skilllərdən də biri budur ki, onlar bundan əziyyət çəkir. Məsələn, deyir ki, developer mən bunu dedim ki, düzəltsin. Developer retroda gəldi, dedi ki, belə də sən hər şeyi edirsən və s. belə falan bəs məkan söhbətlər elə bilir. Yox, bunun üçün, yəni biz bilirik ki, Liboy iş mühitində BI-lar var, biznes analitiklər, sistem analitiklər və tələblər düzgün şəkildə qurulmalıdır. Əgər gözlədiyimiz nəticə və aktual nəticə üst-üstə gəlmirsə və tələblərdə bu belə yazılıbsa və dokumentasiyada biz bunu görə biliriksə, buna aid mütləq şəkildə bug report yaranmalıdır. Əgər developer deyir ki, yox, bu belə olmamalıdır və müzakirə olunmalıdır. Retrospektivdən də əlavə məncə iki dənə böyük insan arasında kommunikasiya qurmaq çox asan bir şeydir. Və ən əsası da məncə QA sahəsini öyrəndikdə bir çox insanlar öyrənəndə önəm verirlər yalnız teoriyaya. Mən gedib AI vasitəsilə test case nədir əzbərlədim, checklist nədir əzbərlədim. Bir çox tələbələrdə də buna fikir versən ki, bir sual versək, test case nədir cavab verilir. Amma sualı biraz başqa formada quranda əzbərçilik olduğuna görə belə qalırlar ki, ümumiyyətcə söhbət nədən gedir. Bunun üçün yəni roadmapda və yaxud ümumiyyətcə QA sahəsini öyrənəndə praktikaya önəm verilməlidir. Praktika əlbəttə ki, önəmlidir. Praktikada dedikdə nə olmalıdır əsas? Xüsusilə test case yazmaq lazımdır, yazmaq bacarmaq lazımdır. Bəli. Və yaxud belə deyim də AI-yı çox yaxşı artıq istifadə etmək lazımdır. Bəli. Çünki developer AI-dan istifadə edib çox sürətli kod yaza bilirsə, istər-istəməz PO gələcək, deyəcək ki, tamam, developer bu işi gördü, tutaq ki, 4 günə. Normal olaraq qlobalda da belədir, yəni beynəlxalqda da belədir ki, adətən belə olur. Developerin gördüyü işin yarı story point-inə, yəni yarı vaxtına adətən QA onu artıq test edə bilir. Bəli. Yəni test eləməlidir əslində. Normal olan, düzdür, müəyyən кейslər ola bilər, istisnalar ola bilər, amma istisnalar da qaydanı dəyişmir. Və bu zaman tutaq ki, developer sürətli yazdı, sürətli elədi. Sən onu oturdun manual olaraq başladın özün test case yazmağa və s. eləməyə, düşünməyə və s. Burada sən vaxt itirə bilərsən. Burada belə deyim də, işə daxil olandan sonra zaten sənin gördüyün işi nə ilə gördüyün o qədər də önəmli deyil. Sənin əsas odur ki, işi nə qədər sürətli çatdıracağın. Qısa zamanda və keyfiyyətli. Bəli. Biznesə əsas olan odur ki, bu işi nə qədər sürətli eləyə bildin, nə qədər keyfiyyətli eləyə bildin. Bunu da sən bacarmadıqda istərsən sənin reputasiyan azala bilər. Ola bilər ki, sən əla edirsən, sən AI-dən istifadə eləmirsən, sən nədirsə onu edirsən. Amma bəzən bu yaxşı olmaya bilər. Ona görə də lazımdır ki, bəzən AI-dan da daha yaxşı istifadə edəsən və sürətli eləyə biləsən. Bəli, tamamilə razıyam və ona görə də ümumiyyətcə belə deyim, laboratoriyalarımızın birində bizdə AI-dan düzgün istifadə etməsi, başa düşdü, AI istifadə etmək. Bəzi insanlar elə düşünürlər ki, mən götürdüm AI-dan istifadə etdim, mən sürətli oldum. Yox, AI də bir alətdir. Sən əgər ondan düzgün istifadə edə bilmirsənsə, yəni həm vaxt itkisi olacaq, həm zaman itkisi, həm keyfiyyət itkisi.
Bunun qarşısını almaq üçün həm prompt engineering, həm dokumentasiyasını, Aha. yəni Vüqar bəy bildirdiyi qədəri ilə artıq AI dövründə dokumentasiya yazmaq çox vaxtımızı almamalıdır. Düzgün prompt engineeringdən istifadə edərək qısa zamanda keyfiyyətli dokumentasiya yaratmaq, Ortaya biznes çıxarmalı. tələbələrə əsasən və onu test etmək, daha sürətli etmək və yəni bildirdiyiniz qədərilə developerdan tez bir nəticə vermək ki, kod AI ilə yazılmış kod və ümumiyyətlə developerla yazılmış kod düzgün işləyir ya yoxsa sualına cavab vermək. Bəli. Mən bir interviewer olaraq rollarımın biri hal-hazırda interviewerdə işə götürənlərdən biri, belə deyim də, mərhələlərdən biridir. Fikir verirəm ki, tələbələr sertifikat toplamasına çox üstün verirlər də. Yəni intervyu başlamamız mənə deyirlər ki, ay mən falan yerdən sertifikatım var, ay mən bu kursları keçmişəm və s. Yəni sertifikat toplamasına siz necə baxırsınız? Mən çox neqativ belə düşünürəm. Çünki sertifikatdan önəmli mənə onların bilikləridir. Siz nə düşünürsünüz bu qadar? Sertifikat və yaxud bir diplom olsun. Yəni əslində onun biliyinin göstəricisi olmalıdır birinci növbədə. Bəli. Yəni o nöqteyi nəzərdən baxanda sertifikat və yaxud nələrsə necəsə bir şeylər, bəclər falan okeydir. Bilməlidir. Niyə görə? Çünki ilk təəssürat önəmlidir. İlk təəssüratdan görsənsə ki, bu adamın çox az sertifikatı var və yaxud çox sertifikatı var, mən fikirləşirəm ki, bu adam ən azından boş oturmur. Gəlin razılaşaq ki, AI ilə çox rahat və sürətli şəkildə müəyyən sertifikatları almaq olur. Bəli. Heç sürət gəldin, test mərhələsinə gəlirsən, bir dənə orada suallar çıxır, sən onu tez AI verirsən, heç xəbərin yoxdur kursdan, sertifikatı aldın, sertifikat sənindir. Amma ən azından bunun özü belə bir şeydir mənə görə ki, yəni bu adam o qədər də yəni boş durmayıb, eləyib. Amma təbii ki, hər şey gəlir intervyuda üzə çıxır. Yəni bəli. İstər-istəməz sən qaça bilməyəcəksən və yaxud iş mühitinə gəlsin, qaça bilməyəcəksən. Amma yox, bacarıqlı birsənsə, məsəl üçün də bir şey eləməkdə belə opt deyirlər də, yəni rahatsansa, eləyə bilirsənsə, o yəni biraz o doğuşdan da olur bəzi insanlarda. Məsələn, onu eləyə bilir, görmədiyi bir şeydir, amma tez adaptasiya olur və ona yanaşır. Bəli, öyrənməli. O zaman məsəl üçün sertifikatın sənin üçün zaten o qədər önəmi yoxdur. Sertifikat sənin üçün sadəcə bir şeydir. Yəni mən bunları eləmişəm, okeydir mənim üçün. Ki müəyyən qədər məlumatım var deyə bilərsən. Amma müəyyən sertifikatlar var, beynəlxalq sertifikatlar, onlarda almaq məncə lazımdır. Almaq olar. ICQB. Bəli, ICQB olaraq məncə önəmli sertifikatlardan biridir. Bəli. Amma mən nə bəyənirəm tələbələrdə ümumiyyətcə. İntervyu götürəndə mənim xoşuma gəlir ki, kim praktiki işləyibsə, o sразу belə həmin anda üzə çıxır. Yəni görürsən ki, hə, bu praktiki bilir, bu başa düşür. Yəni bir dənə sistemi açanda elə Postman özü olsun, intervyuda olub ki, Postmanı sharing etmişəm, müəyyən kiçik bir tasklar vermişəm. Sразу görünür, insan sırf əzbərləyib ki, HP belə metodları var, yoxsa işləyib, bilir və başa düşür bununla necə işləmək. Əslində dediyiniz kimi, yəni o hiss olunur zaten sertifikat məsələsində. Amma dediyim ki, sadəcə ilkin təəssürat üçün nə qədər sertifikat alsalar olsun. Yəni okeydir. Hər sertifikat alanda ən azından oradan bir şeylər bəlkə götürərlər özlərinə. Heç bir problem yoxdur. Yəni LinkedIn-dən olsun sertifikat və ya Coursera-dan olsun, yəni problem olmaz. Amma bəziləri sırf bəzilər siz dediyiniz kimi sertifikat xatirinə, yəni ona ehtiyac yoxdur. Bəli, bəzilər siz dediyiniz kimi elə sertifikat xətrinə ki, yəni çoxlu sertifikatlarım olsun, adı olsun ki, sertifikatlarım var. Belə bir şey, yəni o sadəcə vaxt üzə çıxır. O vaxt ikisidir və üzə çıxır. Sırası bilinir elə şeylər, yəni. Vüqar bəy, sizcə fikir verirəm çox vaxtı, fərqli kurslardan, fərqli mühitlərdən uşaqlar kursları bitirirlər, amma iş tapa bilmirlər. Müəyyən aylardan sonra demotivasiya olurlar və gedirlər ya başqa iş tapırlar, ya da ki, elə qalırlar ki, QA-də iş yoxdur, mən iş tapa bilmirəm. Nə düşünürsünüz bu haqda? Əsas iki səbəb görürəm ki, birinci odur ki, həmin şəxsin özü daha sonra özünü inkişaf eləmək üçün nələrsə eləmir. Belə kursa gəldi, öyrəndi və bunun üstündə qalır, əlavə bir şeylər qoymur üstünə. Düşünür ki, bu artıq ona yetir. Bu kursda keçdim ki, bu mənə bəsdir, mən bundan iş tapacam bir fikrində ola bilər və bu problemdir. İkinci əsas məsələ kursun ona səhv yönləndirməsi. Tam səhv deməyim, bəlkə də belə deyim də tam hər şeyi deməməsi, sadəcə gəldi, slaydı açdı, slaytdan oxudu, çıxdı getdi Tiflisindən nələrsə olması. Bu da
əsas səbəblərdən biri. Bir özünündür, ikinci məsələ kursundur deyə düşünürəm mən. Siz nə düşünürsünüz? Mən düşünürəm ki, əsas məsələ, bir neçə dəfə bunu vurğuladıq, praktiki biliklərin olmaması. Çünki yəni kursda keçdilər, slayda baxdım, öz üzərimdə işləmədim, əzbərlədim, gəldim, təhvil verdim, sertifikatımı aldım. Amma real layihə ilə işləmək yox. Yəni biz Real layihə bilirik çox ki, önəmlidir, bəli, bəli. Vüqar bəy, biz bilirik ki, QA 5 il əvvəlki kimi deyil. 5 ildə Qətiyyən. sadəcə bir kitab oxuyurdun, gedə bilərdin, QA ola bilərdin. Çünki çox hələ formalaşmamışdı ki. Bəli, Düşünürük hamını ki, elə budur. götürürdülər. Sadəcə gələcəksən, biraz Bug manual test və tapdın, sən əla. bir dənə bug tapdın saytda, sən Vsyo, artıq əla. QA-sən. Hal-hazırda bu belə deyil. Şirkətlər bir çox alətləri tələb eləyir, özdə real layihə ilə işləmək, yəni bəli. Postman olsun API üçün, SQL olsun database ilə işləmək üçün. Və əgər sən bunları bacarmırsansa və ya sırf bunları teoretik bilirsən ki, hə, Postman deyəsən API ilə işləmək üçün idisə, Bu və onda problem yaxşı deyil. yaranır. Yəni real layihə çatışmamazlığı, portfolionun olmaması bəli. indi yəni çox önəmlidir ki, GitHub-da müəyyən bir portfolionun olması, dokumentasiyanın düzgün yazılması, API-ni test etməyin bacarması, pozitiv və neqativ ssenarisi nə olması, başa düşməsi, Mütləq şəkildə bilinməlidir. mütləq şəkildə, bəli. Məsələn, yadıma gəlir, biz hələ təzə başlayanda bu sahəyə heç API testi prosto deyirdi, yəni API testi var. Biz sadəcə nə edirdik? UI-dan gəlirdik, test edirdik falan filan. Və şirkətlər də buna okeydir. Yəni elə expect buydu. Şirkətlər tərəfindən gələcəksən sən sadəcə UI-dan testlər eləyəcəksən, UI-dan belə deyim də feedləri test eləyəcəksən, ora nə bilim negativ case'lər, pozitiv case'lər və s. yazacaqsan və bundan da bəhs eləyəcəkdi. Yəni heç bir token alıb, gedib API-də qoyub, sonra orada status kodu yoxla, bunu yoxla, onu yoxla, söhbətləri yox idi demək olar ki. Sonra yavaş-yavaş düşündülər ki, yəni bu belə olmaz və təbii ki, bunun belə deyim də xarici bazarda işləyənlərin də təsiri oldu. Məsəl üçün müəyyən şirkətlə getdi, belə deyim, Türkiyədən, ya nə bilim, Rusiyadan, daha çox Rusiyadan və Türkiyədən gəldi, belə deyək də, nə deyirlər ona, spesialistlər və başladılar ki, bu belə olmaz, biraz daha QA başladılar technical olaraq inkişaf etdirməyə və indi də açıq deyim ki, intern belə, yəni təzə başlamış bizim kursda məsəl üçün 2 ay artıq belə deyim tədris alan bir şəxs artıq o bayaq saydığınız toolları artıq eləyir real layihə Çünki bizdə laboratoriyalar var və bunlar daxildir ki, bu laboratoriyalarla işləsinlər, real layihəni reallaşdırsınlar və bu artıq onların portfoliyosunda olsun. Bu bizim əsas şərtlərimizdir. Yəni elə belə mən slayd açdım, dərs dedim, uşaqlar da başlarını sığalladılar ki, bəli, hər şey düzdür, biz bilirik. Belə bir şey məncə yəni həm müəllim üçün reputasiyasını aşağı salmaqdır, həm tələbələrə qarşı hörmətsizlikdir. Bəli. Məncə düşünürəm ki, 40-ın 60-ı olsa yaxşı. 40% nəzəri, 60% praktiki olmalıdır. Hətta bəlkə güclü qrup olduqda bu nəzərini biraz azaldıb, nəzərini onlara təhvil verib, biraz daha praktik işləmək, daha belə fərqli bir şeylər eləmək, bu daha yaxşı olar. Hansı ki biz çalışırıq ki, kursda elə o cür eləyək ki, hər hansı intervyuda hər hansı bir qarşılaşa biləcəkləri praktiki bir belə deyim də deməsinə ki, məsələn, siz bu hissədə praktik olaraq bunu öyrətməmişdiniz. Tiplisindən bir şeylər olmasın. Çünki demək olar ki, belə deyim də, bazarda harda, necə olduğunu bildiyimiz üçün biz bunları əvvəlcədən deyirik və belə deyim, artıq onlar intervyuda hazır olurlar ki, və düşünürəm ki, onların gedib intervyuda bilməyəcəyi deməyim də, görmədiyi bir şeylə rastlaşsınlar. Sürpriz, belə deyim. Sürpriz ola bilər. Gözləyirəm bəzi yerlərdə, Azərbaycanda gedəcəklər bəzi yerlərdə. O sürprizə mən də getsəm, bu dəqiqə mən də görəcəm sürpriz. Kimə maraqlıdırsa, QA sahəsində düzgün roadmap, düzgün yol xəritəsi əldə etmək üçün bizim yanımıza pulsuz konsultasiyaya gələ bilərsiniz. Əlbəttə. Şərh bölməsinə üstə gəlin. Sadəcə plus. Sadəcə plus yazın, bəli.